Elon Musk insan beyninə Neuralink çipinin ilk uğurlu implantasiyasının həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə prosedur problemsiz keçib, pasiyentin vəziyyəti stabildir və ilkin neyron siqnalları ümid verici nəticələr göstərir. Neuralink beyin kompüter interfeysi texnologiyasına əsaslanır və istifadəçiyə kompüter və digər rəqəmsal qurğuları yalnız düşüncə vasitəsilə idarə etməyə imkan verir. Şirkət bu texnologiyanı ilk mərhələdə iflic və ağır nevroloji pozuntuları olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutur. Mütəxəssislər uğuru mühüm elmi nailiyyət kimi qiymətləndirsələr də, təhlükəsizlik və etik məsələlərin diqqətlə araşdırılmasının vacibliyini vurğulayıb. Xatırladaq ki, bu çip beyin hüceyrələrinin elektrik siqnallarını oxuyaraq onları kompüter və digər rəqəmsal qurğular üçün əmrlərə çevirir və əlilliyi olan şəxslərin texnologiyalardan istifadəsinə imkan yaradır.